Yolda quraşdırılan nişanlar sürücüləri çaşdırır. Söhbət Goranboyun Qızıl Hacılı qəsəbəsində yerləşən dairənin giriş və çıxışına qoyulan baş yol nişanlarından gedir. Qəsəbə ərazisindən Tərtər Naftalan istiqamətinə yol ayrılır. Goranboydan Naftalana gedən və Əmin şəhərdən geri qayıdan yolda dairədən əvvəl baş yolun nişanları quraşdırılıb. Burada hərəkət edən sürücülər bunun doğru olmadığını iddia edirlər. İndi sürücülərdə çətinlik yaradır da, iki tərəfli də baş yol olanda heç biri bilmir ki, hansına baxsın. Ona görə də çətinlik yaranır. Yəni bu qəzalara da səbəb olur. Bəli, qəzalara da səbəb olur. İki tərəfli baş yol olandan sonra sürücülər qalır çərçək vəziyyətdə, bilmirlər hansı keçsin. Ona görə də qəziyə gətirib çıxarır. Səbəb isə Tərtər istiqamətindən gələn və Goranboydan həmin rayona gedən avtomobillərin bir-birinə mane olmasıdır. Sürücülər Naftalandan Goranboya girişdə qoyulan baş yol işarəsinin yerini dəyişdirilərək Tərtər istiqamətinə qoyulmasını doğru hesab edirlər. Belə düzgün deyil olmağına, yəni bir dənə baş yol olmalıdır. Yəni znak qoyulmalıdır, bir dənə baş yol olmalıdır, o da yoxdur. Hazırki vəziyyət yolda qəzaları da qaçılmaz edir. Bu səbəbdən də həmin ərazidə tez-tez yol nəqliyyat hadisələri baş verir. Cabir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Goranboy.